Bugün Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Kürdəmir rayonu Çöhrani kəndindəyik. Çöhrani kəndində qabaqcıl, nümunəvi və təqaüddə olan müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Yaxından çək müəllimi. Adınız, soyadınız? Mirzə Mehman Güləhmədoğlu. Çox gözəl. Mehman müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 42 il təhsil sahəsində çalışmışam. Bəli. Kürdəmir rayonu Çöhrani kənd orta məktəbində. Dil ədəbiyyatı müəllimi işləmişəm. Bəli. Deməli, fəaliyyətim dövründə hardasa 30 ildən yuxarı dərslə müdiri kimi çalışmışam. 3 ildə direktor vəzifəsində olmuşam. Ondan sonra çıxmışam təqaüdə. Çox gözəl. Biz siz kimi müəllimlərlə fəxr edirik. Uğurlar diləyirik, can sağlığı. İndi hal-hazırda neçə yaşınız var müəllim? Hal-hazırda 71 yaşın içindəyəm. Demək olar ki, yubileyinizə gəlmiş 70 illik. Allah sizə ömür versin. O gün olsun 75, 80, 90, 100 yaşında olsun. Sağ olun, Allah köməyiniz olsun. Biz bilirik ki, siz həm də gözəl atasınız, gözəl babasınız, gözəl valideynsiniz. Neçə övladınız var müəllim? Mənim 2 evladım var. Bir oğul bala, bir də qız. Qızım Moskvada yaşayır. Hardasa 1999-cu ildən Moskvada yaşayır. Adı, soyadı? Mirzə Bayramova Gülnüsə Mehman qızı. Çox gözəl. Bir də oğlum yanımdadır. Adı nədir oğlunuzun? Mirzəyev Şahmar Mehmanoğlu. Çox gözəl. Biz bildiyimizə görə gəliniz də müəllimdir. Bəli, ingilis dil müəlliməsidir. Adı nədir müəllimənin? Mirzəyeva Səbinə Yadigar. Səbinə müəllim də gənc müəllimədir. İnşallah arzu edirik ki, inşallah gələn dəfə də onun haqqında gözəl bir gənc müəllim kimi çəkiliş eləyərik. Və neçə nəvəniz var? 2 nəvəm yanımdadır, 3 nəvəm də Moskvada. Yəni 5 nəvəm var. Allah ömür versin. Sağ olun. Mənim bax bugün 2026-cı il 17 fevral tarixidir. Siz də 71 yaşınız var. Bu kadrlara 10 il, 20 il, 30 il sonra baxacaqdılar. Nəvə nəticələrinizə, şagirdlərinizə, tələbələrinizə, kötüzələrinizə və yardımcılarınıza, yansın törəmələrinizə nə arzuluyorsunuz? Mən birinci növbədə bütün evlatlara, nəvələrə ən birinci can sağlığı arzulayıram. Bir də həyatda ən gözəl, vacib bir məqam var. O da insan olmaq. İnsan olmağı arzulayıram. Ondan gözəl, ondan dəyərli bir meyar mən tanımıram. Əgər insanın mənəviyyatında o insanlıq deyilən ifadə varsa, deməli ömrü boyu o həmişə yaddaşlarda qala bilər. Mən ancaq bunu arzulayıram. Çox gözəl müəllim. Biz də sizə uzun ömür, can sağlığı arzu edirik. Mən öz növbəmdə Vüsal Kəlbəcəri 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı və Respublikada tənqidçi jurnalist kimi mənim sizə arzum odur ki, İnşallah sizin nəvələrinizlə, nəticələrinizlə, sizin yaxınlarınızla sizin kimi vətənimizin dəyərli vətəndaşları olsunlar. Sizin də 75, 80, 90, 100 yaşınız olsun. Sizlərlə bağlı gələk gözəl çəkiliş eləyəm müəllim. Təşəkkür edeyim, minnətdarımızı bildiririk. Allah təala sizə uzun ömür versin, can sağlığı versin müəllim. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Allah belə ömrünüzü uzun eləsin. Mən də sizə təşəkkür edirəm. Çox belə dəyərli bir missiyanı yerinə yetirirsiniz. Yəni bu çəkdiyiniz yəqin ki, tarixdə qalası bir şeydir. İnşallah. Ona görə sizə bu sahədə uğurlar arzulayıram. Təşəkkür edirəm. Sağ olun.